Allah Teala Qur'an-ı Kərimdən əgər diqqət eləsə baxarıq ki, nəsə deyib Peyğəmbər, amma Peyğəmbər əsələm onu deməyib. Hansı xəbərdir? O məqama çatır ki, buyurur ki, ey mənim Peyğəmbərim, çatdır, bizim sənə dediyimiz xəbəri insanlara çatdır. Bunların geniş mənası var. Mən çox da genişliyə varmıram, fəqət qısa deyirəm. Ey mənim Peyğəmbərim, mənim sənə dediyim xəbəri əgər deməsən, in ləm təfəl. Bir var ərəb dilində, elə bizim də dildə var. Məsələn deyirəm ki, deməsən, bir də var etməsən. Bunlar fərq eləyər. Deməsən budur ki, sözlə deyərlər. Amma bir də var ki, əməllə, təfəl. Təfəlin mənası etmək. In ləm təfəl, etməsən, bu artıq dəyişildi. Əgər mənim sənə dediyimi etməsən, sən 23 illik Peyğəmbər eləməmsən. Bax, cümlənin bir fikir verin deyilişinə. Baxırsan ki, Allah Peyğəmbərə nə buyurur? Peyğəmbər, nədən qorxursan? Yəni, Peyğəmbəri biz görmüşük, nə varsa qorxan. Bu da müharibələrdə olubdur. Hamı da bilir ki, Peyğəmbər İslam müharibələrdə həmişə öndə gedib. Ön sıralarda olub. Onda qorxmurdu. Nə oldu? Burada nəsə məsələ baş verir. 23 ildir artıq Peyğəmbərlik, İslam qüvvətlənib, indi qorxur. İnsanlardan niyə qorxursan? Peyğəmbər pəhlivanların qarşısında durub, qoşun qarşısında durub. Heç qorxmayıb, indi Allah deyir ki, insanlardan niyə qorxursan? Demək, qoşun yat yoxdur burada. Burada ancaq insanlar var. Bəli, əgər biz buna diqqət eləsək, görürük ki, artıq burada mətləb dəyişilibdir. Yəni, Peyğəmbər əssalam buyurulan hökm artıq Qədirxumda onu cəmaata çatdırmalıdır. Əməli ilə, da sözlə yox, əməli ilə, inləm təfəal, əməli ilə göstər. Peyğəmbər əssalam artıq Məkkədən ayrılmışdır, gəlmişdir. Qədirxum deyilən məkanda daha oca gedə bilməzdi. Məkkə necə deyərlər? Elə bir yerdir ki, ağaçlıq, binalar, filanlar hamısı vardı. Orada Peyğəmbər əssalam heç sözün demədi, xütbə oxumadı, yəni neynəmədi. İndi gəlib səhranın ortasında gün vurur 50 dərəcə, 60 dərəcə isti, heç bir kölgəlik yox, heç nə yox. Allah buyurdu ki, daha buradan o tərəfə gedə bilməzsən. Burada tezələ çatdır cəmaata. Nə idi? Bu elə bir məqamdır ki, Peyğəmbər əssalam o məqamı xalqa deməli idi. Niyə? Çünki bunu ilə din kamil olacaq, yoxsa din kamil deyil. Yəni din 23 illik Peyğəmbərlik, yəni 23 illik Allahın göndərdiyi bütün hökmlər bir tərəfə, bu hökm bir tərəfə. Əgər o hökmlər ki, indi Allah sənə əmr edib, onu deməsən 23 illik Peyğəmbərlik, İslam yoxdur. Məsələ budur. Nə idi? O da bu idi ki, ey Peyğəmbər, səndən sonra bu ümmətin rəhbəri olmalıdır.